Sizdən xahiş edirik ki, xəbərə keçmədən öncə videonu bəyənin və rəy bölməsində fikirlərinizi bildirin. Dünyada və ölkədə baş vermiş ən son xəbərləri bizdən izləyin. Bunun üçün kanala abunə olmağı və bildiriş simvolunu açmağı unutmayın. İndidən təşəkkürlər. Salam əziz izləyicilər. Günün ən səs-küylü və diqqət çəkən xəbərləri ilə qarşınızdayım. Paytaxt Bakıda sürücülərə ciddi xəbərdarlıq edilib, xüsusi zolaqlara qanunsuz daxil olanları cərimə gözləyir. Qaydaları pozanlar üçün nəzarət daha da gücləndirilir. Ölkədə isə acı xəbər yayılıb, tanınmış müğənni əməliyyatdan sonra həyatını itirib və bu hadisə ictimaiyyətdə böyük rezonans doğurub. Dünya gündəmində gərginlik artır. Donald Trump İranı sərt şəkildə hədələyərək kəskin açıqlamalar verib. Amerika Birləşmiş Ştatlarında isə Ağ Evin yaxınlığında baş verən silahlı insident zamanı 2 nəfər yaralanıb, hadisə ilə bağlı araşdırma aparılır. Digər tərəfdən, Azərbaycana yüksək dozalı C vitamini preparatlarının idxalı ilə bağlı yayılan iddialara rəsmi qurumlar münasibət bildirib. Bütün bu və daha ətraflı məlumatlar üçün bizi izləmədə qalın. WUF-13 tədbirində nəqliyyatın intensiv hərəkətini təmin etmək məqsədi ilə yaradılan zolaqlardan yalnız tədbirdə iştirak edən şəxslərin daşınmasını həyata keçirən nəqliyyat vasitələri istifadə edə biləcək. Bunu Oxu-Azın sualına cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İctimai Nəqliyyat Şöbəsinin müdiri Emin Məcidov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası WUF-13 tarixlərində nəqliyyatın idarə olunması planına dair brifinqdə deyib. O bildirib ki, bu zolaqlarda tədbir zamanı hərəkət 24 saat fasiləsiz təmin olunacağı üçün digər nəqliyyat vasitələrinin həmin zolaqlardan istifadəsi qadağandır. Avtobus zolaqlarında olduğu kimi müəyyən vaxt çərçivəsində digər nəqliyyat vasitələrinin nəzərdə tutulan zolaqdan istifadəsinə icazə verilməyəcək. Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarə Etmə Mərkəzinin rəisi Namidan Piriyev isə əlavə edib ki, tədbir üçün nəzərdə tutulan nəqliyyat vasitələrinin istifadəsinə veriləcək zolaqlara digər nəqliyyat vasitələri gedər və istifadə edərlərsə, sürücülər inzibati məsuliyyətə cəlb olunacaqlar. Müəyyən edilmiş vaxt çərçivəsindən kənar vaxtda avtobus zolaqlarına daxil olan digər nəqliyyat vasitələrini idarə edən sürücülərə tətbiq olunan inzibati məsuliyyət 100 manat plus 2 bal WUF-13 üçün yaradılacaq zolaqlardan istifadə edəcək sürücülərə də şamil olunacaq. Bakıda müğənni Arzu Şabanov vəfat edib. Oxu-Az.az-ın əldə etdiyi məlumata görə, o bağırsağında aparılan əməliyyatdan sonra dünyasını dəyişib. Qeyd edək ki, 65 yaşlı A. Şabanov sənət aləmində tanınmış müğənnilərdən hesab edilir. Hörmüz boğazında ABŞ gəmilərinə hücum olunacağı təqdirdə İran yer üzündən silinəcək. Oxu-Az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Trump Fox News telekanalına müsahibəsində deyib. Xatırladaq ki, fevralın 28-də İsrailin Müdafiə Naziri İsrail Katz, İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbi endirdiyini açıqlayıb. Daha sonra ABŞ prezidenti Donald Trump ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran isə öz növbəsində İsrailə onlarla balistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib. Ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın ali lideri Əli Xameneyinin hücumlar zamanı öldürüldüyü bəyan olunub. İran, ABŞ-nın hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb. Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb. Aprelin 8-də Donald Trump Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış, Vaşinqtonun 2 həftəlik atəşkəslə razılaşdığını elan edib. Daha sonra İslamabadda tərəflərin ilk görüşü keçirilib. Aprelin 22-sinə planlaşdırılmış ikinci görüşü isə baş tutmayıb. Mayın 4-də Ağ Evin yaxınlığında baş verən atışma nəticəsində ən azı 2 nəfər xəsarət alıb. Oxu-Azın məlumatına görə, bu barədə ABŞ-ın məxfi xidmətinin rəis müavini Matthew Quinn məlumat verib. Onun sözlərinə görə, təmsil olunduğu qurumun əməkdaşları Ağ Evin yaxınlığında odlu silah aşkar ediblər. Əlaqə qurmağa cəhd edərkən naməlum şəxs qaçmağa çalışıb və hüquq mühafizə orqanları əməkdaşlarına atəş açıb. Asayiş keşikçiləri cavab atəş açıblar və həmin şəxs yaralanıb,
hazırda xəstəxanadadır, deyə rəis müavini bildirib. Quinn atəş açanın vəziyyəti barədə məlumat verməkdən imtina edib. O bildirib ki, atışma nəticəsində yaxınlıqda olan yetkinlik yaşına çatmayan bir şəxs xəsarət alıb. Onun həyatı üçün heç bir təhlükə yoxdur, xəstəxanada müayinə olunur. Məxfi xidmətinin rəsmisi qeyd edib ki, hadisədən bir qədər əvvəl həmin ərazidən ABŞ-ın vitse-prezidenti J.D. Vance'ın korteji keçib. Azərbaycanda geniş istifadə olunan yüksək dozalı C vitamini preparatlarından biri olan Paskorbin 7,5 qram böl 50 ml ilə bağlı yaxın aylarda mühüm dəyişiklik olacağı ilə bağlı ötən gün məlumatlar yayılıb. Oxu Az xəbər verir ki, yayılan məlumatlarda Paskorbinin ölkədə qeydiyyat müddətinin mayın 21-də başa çatacağı və yaxın dövrdə preparatın yeni partiyasının idxalının müvəqqəti olaraq mümkün olmayacağı vurğulanıb. Oxu Azın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən, AEM-dən bildirilib ki, sözü gedən preparatın qüvvədə olma müddəti 21.05.2026-cı il tarixinədəkdir. Dərman vasitələrinin ölkə ərazisinə idxalı, dərman vasitələrinin istehsalçıları və ya topdan satış əczaçılıq müəssisələri tərəfindən Səhiyyə Nazirliyinin icazəsi əsasında həyata keçirilir. Dərman vasitələri haqqında Azərbaycan Respublikası qanununun 6.1-ci bəndinə əsasən, bu qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, dərman vasitələrinin Azərbaycan Respublikasına idxalına, Azərbaycan Respublikası ərazisində istehsalına, satışına və istifadəsinə yalnız icazə verən orqan tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra yol verilir. Qanunun 6.12-ci bəndinə əsasən, dövlət qeydiyyatının qüvvədə olduğu müddət ərzində ölkə daxilində dövriyyəyə buraxılmış dərman vasitələrinin dövlət qeydiyyatının qüvvədə olma müddəti bitdikdən sonra onun son istifadə tarixi bitənədək satışına və istifadəsinə yol verilir. Bildiririk ki, Paskorbin 7,5 qram ticarət adlı dərman vasitəsi hazırda Azərbaycan Respublikasında dövlət qeydiyyatına malikdir və onun qeydiyyat vəsiqəsinin qüvvədə olma müddəti 21.05.2026-cı il tarixinədəkdir. Əlavə olaraq bildiririk ki, sözü gedən dərman vasitəsinin yenidən dövlət qeydiyyatı ilə bağlı yerli şirkət tərəfindən mərkəzə müraciət olunub və proses Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 dekabr 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş dərman vasitələrinin ekspertizasının, o cümlədən sadələşdirilmiş ekspertizasının aparılması qaydalarına uyğun olaraq tərəfimizdən icra edilməkdədir. Bununla yanaşı, yerli distributor tərəfindən əlavə prosedurlar üzrə də müraciətlər təqdim edilmiş və həmin proseslər qüvvədə olan tələblərə uyğun şəkildə icra olunur. Hazırda proseslərin icrasında hər hansı ləngimə müşahidə edilmir. Bu dərman vasitəsinin əsas təsir edici maddəsi askorbin turşusudur, C vitamini. Farmakoterapevtik qrup olaraq vitamin preparatlarına aiddir. Dövlət qeydiyyatına alınan zaman təsdiq edilmiş istifadə təlimatına əsasən Paskorbin dərman vasitəsi qida ilə əvəz olunmayan C vitamini çatışmazlığının müalicəsi və profilaktikası üçün istifadə olunur. Əlavə olaraq bildiririk ki, sözü gedən dərman vasitəsi sonuncu dəfə 13.02.2025-ci il tarixdə 60.480 ədəd flakon sayda ölkə ərazisinə idxal olunub, deyə məlumatda bildirilib.